Yaşamaq mümkün deyil. Hamısı bərbad haldadır. Evimizdə otura bilmirik qardaş. Həyətdə otura bilmirik. İyidən. Bu zanəndi, həyət evlərinin bütün hamısını tualeti buraxır. Dəfələrlə gedilib söhbət olub. Bu şeydir. Düzələcək, yaxşı olacaq. Yaxşı olacaq, baxadım, mənim 56 yaşım var, hələ bir şey görməmişim, yaxşı olacaq. Elə də belə gedir. Kanalizasiyalarımız tutulub. Uşaqlar körpə-körpə yaşaya bilmirlər. Qocalarımız yaşaya bilmir. Xahiş edirik ki, bizə bir köməklik göstərəsiniz. Yaxşı bu yağışlarda çox yağmadı, yoxsa buralar hamı suyun içində olardı. İyi də ki, götürüb ifonətdə, qağızı qanatdakı onun iyisindən götürüb buraları. Yaşamaq mümkündür. İt doludur, it evə girir. Balalarımızı tutur, nə məktəbə gedəmirlər, nə hazırlığa gedəmirlər. Burada 4 dənə zibil qabı var idi. Apardılar qoydular ora. Valla şikayətimiz də çoxdur. Bax, həyətdən bacı dağıdır. Mən yaşadığım evin üstü, içəri gedin baxın. İnanırsan, su nətər damır. Buranı nə dəyişdirmirlər şifrlər. Nə baxan yoxdur. Vəbşi bərbad gündədir, heç birinə. Baxan yoxdur. Heç nə yoxdur. Nə kanalizasiya, nə yolumuz. Ondan şifr üstü para-para. Bax, gedin evin içini bir yağ çəkə bilərsiniz. 4 binanın nə kanalizasiya sistemi var. Yolu yox, asfaltı yox. Tay mən cibimin pulundan kanalizasiya təmizlətdirməkdən bura yığıldım. İcraya getmişik, kommunala getmişik, o dirmənlik deyir, bu dirmənlik deyir, bu kimlikdir bə bu? Yolumuz inşallah bu ilki layihəmizdə var. İyun-iyul aylarında inşallah bərpa olunacaq. O yolun asfalt örtüyü ilə örtüləcək. Kanalizasiya sistemi təzəliklə təmizlənib. Kollektor drenaj qazılıb. Amma vətəndaşların özlərində də bir sıra nöqsanlar var ki, məişət tullantıların zibil qutularına yox, kanalizasiya xəttlərinə, daşıyıcı kanala atırlar. Dam örtüyünün dəyişdirilməsi də bəli, nəzərdə tutulub, layihəmizdə var inşallah. Tenderdə qalib gələn müqavilə bağlayıb işə başlaya bilər. Yaşamaq mümkün.